Değerli izləyicilər, bugün biz Ağdaş rayonundayıq və Armatrak traktorunun sahibinin yanındayıq. Bu traktorlar kağız üzərində yox, torpaq üzərində özünü göstərir və sizdən biz dinləmək istəyirik ki, müştərilər də yararlansınlar. Bu traktoru alandan sonra sizin sahələrdə, iş fəaliyyətinizdə nələr dəyişdi? Yanacaq sərfiyyatında azalma oldu, çoxalma oldu? Ümumiyyətlə bölüşün yəni. Tamam. Ben bu traktoru nəinki bütün həmkarlarıma məsləhət görürəm. Yəni bağ arasında komfortu, cəhdliyi, dönməsi, yəni hər şey öz yerində, yəni çox gözəldir. Yanacaq sərfiyyatı, yəni bu traktora heç bir başqa xarici texnika yəni pay ola bilməz. Siz bu Bizim bu traktordan 2 ədəd var. İkisi burada, biri hal-hazırda sahədə işləyir. Yəni sahədə işləyişin yəni çox büyükdür. Həm komfortu, həm cəhdliyi, həm də yanacaq sərfiyyatı. Yəni buna heç bir başqa bir xarici texnika pay ola bilməz. Yəni çox gözəl texnikadır. Bütün yəni traktorist yoldaşlarıma bundan məsləhət görürlər ki, alsınlar, yararlansınlar. Lap gözəl və Armatrak sözün əsl mənasında artıq bir reklama ehtiyacı olmayan bir traktordur. Gördüyünüz kimi biz bölgə-bölgə gəzib sırf bu traktoru istifadə edənlərdən, sahibkarlardan rəylər alırıq və heç kimin məcburiyyət qarşısında pis olan traktoru təriflədə bilmərik. Traktorun keyfiyyəti, servisi, ehtiyat hissələri, hər bir şey ideal səviyyədədir ki, və bu müştərilərimiz də sırf Armatraka və bizləri seçirlər. Siz də Armatrak sahibi olmaq istəyirsinizsə bizlə əlaqədə olun.